Herkese salam. Yepyeni bir video ile karşınızdayım. Kanalımın olmazsa olmaz videolarından vlog videosu ile karşınızdayım. Videoya girmişsiniz, artık başlıqda görmüşsünüz. Ne edirik? Bugün Porsche'ye gedirik. Porsche'ye niye gedirik? Həm səyahət məqsədi ilə, gəzmək məqsədi ilə, həm də ki dostlarımı görmək məqsədi ilə. Onlar Krakovda təhsil alırlar. Mən də gedirəm bu gün onları görməyə. İlk dəfə deyil əslində Porsche'yə getdim. Yəni Litvadan sonra ikinci evimdir deyə bilərəm Avropada. Həm Litvadan ora getmək daha yaxın və daha sərfəli olduğu üçün, həm də dostlarımın orada olduğu üçün mən tək səyahəti, tək arası gedib gəzməyi heç sevmirəm. Sizə ümumiyyətlə əgər Litvaya gəlmək fikrinizdəsinizsə və yaxud da artıq Litvadasınızsa Porsche'nizi gedə bilərəm maraqlanırsınızsa, bir-iki burada məlumat verəcəm sizə. Mən Porsche'dan Litvaya birbaşa qatarla gedirəm. Yəni qatarlar var. Zaten mənlə bir yerdə görəcəksiniz necə gedirik. Qatarların qiyməti gedilən şəhərlərdən asılıdır. Mən normalda Kaunasdan gedirdim həmişə. Mən Vilniusda sadəcə 2 ayda yaşayıram. Kaunasdan gedəndə 25 avrodur, Vilniusdan gedəndə isə 30 avrodur. Gediş-gəliş bir yerdə 60 avro eləyir. Yəni təxminən 106-107 manat belə bir şey eləyir. 12 saat yoldur. Bir günüm gedir də, yəni. İndi 12:35-də qatarım çıxacaq. Porsche saatı ilə 23:15-ə çatacağam və dostlarım orada məni qarşılayacaqlar. Sadəcə arada transfer olur. Bir qatardan düşüb o bir qatara minməlisən. O hissədə polis əməkdaşlarımı deyim, sərhəd yoxlayanlarmı deyim, onlar olur. Onlar bizim pasportumuzu və TRP-mizi, oturum kartımızı yoxlayırlar. Biletinizi qatarla da yoxlayırlar. Qatar bileti almaq məcburiyyətindəsiz. Litva ərazisində qatarda istədiyin yerdə gedib otura bilirsən. Yer seçimi yoxdur. Amma Porsche qatarına mindirsə öz yeriniz var, o öz yerinizdə oturmaq məcburiyyətindəsiz. Belə vlog çox uzun olmasın deyə çox danışmayacaqdım. Güya yenə çox danışdım. Mən indi hazırlaşmışam. Birazdan yola düşəcəm. Özümə aktivitelər hazırlamışam ki, yolda sıxılmayım, nələrsə eləyim. Bu qədər. O zaman yola çıxaq. Dostlar, mən yola çıxdım. Gördüyünüz üzrə, görənmədiyiniz üzrə. Gedirəm indi. Qəşəng günəş var çöldə. Gedirəm indi vağzala. Daha doğrusu avtobusa minib sonra vağzala gedəcəm. Amma konuma baxmalıyam. O yüzden gedə-gedə çox çəkə bilmirəm hazırda. Sadəcə danışıram, bildiyim hissəyə gedəcəm. Sonra konumu vuracam ki, hansı tərəfə getməliyəm. Özümü görmürəm, günəşdir. Amma çox qəşəng hava var. Ətrafda göstərim sizə. Evet, böyle. Sevdiğim əsas səyahətlərindən biri nəqliyyat sisteminin olmasıdır. Yəni nəqliyyat çox dəqiqdir, yəni. Çox az hallarda gecikmə yanlış görmüşəm. Google Maps-dən konumdan baxanda. Bunlarda ödəniş çox rahatdır. Ya bank kartınızla ödənişi eləyə bilirsiniz rahat bir şəkildə. Endirmədən yararlanmaq istəyirsinizsə və yaxud da bilet seçiminə baxmaq istəyirsinizsə, M-Ticket adlı bir program var, onu yüklüyorsunuz. Oradan bilet alırsınız. Tələbələrə 80% endirimdir. Müəyyən yaşdan yuxarı yaşlı insanlar ümumiyyətlə pulsuzdur. Və bir də 50% endirim var. Yəni normalda deyək ki, Avropada bilet almayaq falan. Almaya bilərsiniz, amma əgər qəfil avtobusa yoxlama girsə və sizin biletinizin olmadığını görsə, cərimələnəcəksiniz. Bir dəfə yaşamışam bunu. Kaunasda olanda imtahandan çıxanda yadımdan çıxıb bilet almaq, daha doğrusu aktivləşdirmək. Almamışdım və tutmuşdular, imtahandan gəlirdim. Başım qarışmışdı, 8 avro cərimələnmişdim. Belə, ondan sonra bir də yəni elə bir şey imkan vermirəm, mütləq ehtiyatlı davranıram.
yerim bəlli olsa koçlu bilməlisən. Hər dəfə səhv yerə gedirəm. Kupeli yerlər mənlik deyil. Dediyim kimi kupeli yerlər mənlik deyil. Mən belə yerləri daha çox sevirəm və zaten yerim buradır. Bayaq səhv vaqondaydım. 2 dəfə səyahət edəndə səhv edib 10 saatımı kupedə keçirmişdim. Size bir şey hakkında danışım. Deməli, ilk dəfə Litvaya, Polşaya gedəndə Moskva sözünü görüb Moskva bilmişdim. Elə demişdim ki, Litvadan Moskvaya gedəcəm, Moskvadan keçəcəm. Amma sonra olmadığını anladım. Buram Moskva yox, Moskvadır. Moskva, Moskva adlanır. Bu da belə bir bilgi. İnsanlar oturmağa davam edir. Mən hələ də danışa bilmirəm insanın içində. Dostlar, mən artıq çatmışam, Polşadayam və səhərsi gündür. Dünən axşam necə çatdımsa yorğunluqdan öldüyüm üçün elə gəlib yatmışam. Hər hansı bir danışıq eləyəmədim. Gedirik mola. Oradan sonra isə göstərəcəm nə edəcəyimizi. Spontane yaşayırıq arkadaşlarımla. Buradan. İndi gəlmişik mola, biraz paltarlara baxdıq həmən. Bir şeylər aldım. İndi gedəcəyik Rozmana. Mənim yenə bir şey alacağım. Ondan sonra da yenə dediyim kimi baxacağıq görək hara gedirik. Hal-hazırda sizə mol göstərirəm. Sağolumla birlikdə. Hal-hazırda Rozmandayam. Sizə ətirlərin qiymətini göstərmək istəyirəm və makyaj malzemələrinin. Davam edik. Merhaba arkadaşlar, nasılsınız? Bunlar da benim Polşa'da yaşayan dostlarımdır. Ve dostlar biz indi gelmişik burada. Türk restoranıdır bura. Türk restoranına gelmişik. Afisiyantlar Türkler ve Azerbaycanlılardır. Polonez restoran. İndi yeyip mən sizə deyəcəm bura necədir, gəlmək olar yoxsa yox. Buranın dönərini çox tərifləyirlər. Əziz dostlarım, önce gəlmişik indi buradakı dönəri yoxlayıb, yeyib, sınamağa.
Onu yapmalsan 165 o birinci gün. Ümumiyyətlə Polşada valyuta zlotdur, Polşa zlotudur. Avrodan aşağıdır, Azərbaycan manatından da aşağıdır, amma qiymətlər təxmini Litva ilə falan eyni ola bilər. Qiymət nisbətləri avro ilə deyil, zlotla olduğu üçün daha münasib gələ bilər. Belə. Bəli dostlar, biz yedik, içdik, çıxdıq. Çox qəşəng idi. Çox bəyəndik. Dadlı idi dönərlər də, tam bizim sevdiyimiz kimi idi. Türklər təfsəntlərdə Azərbaycanlı idilər. Çox baha da deyildi, normal qiymətə 20-25 zlot arası hər dönər. Yemək gələndə çəkməyi unutdum, çünki ağzımız söhbətə qızışmışdı. Onun üçün yadımdan çıxdı çəkmək. İndi durduq, asta-asta gedirik evə doğru. Sabahlarım Varşavaya gedəcəyik. Təbii ki, siz də məndən gələcəksiniz. Dostlar, bugün bizim, daha doğrusu mənim Polşada son günümdür. Bir şeylər edib, eğlənib, vaxt keçirib, gecə Litvaya doğru yola çıxacağım. Gedirik, biraz fotosesiya edək, sonra parka gedək. Sen şəkili çəkəcəm şey. Deməli, mən sizə bu qalanın, arxamda gördüyünüz qala haqqında məlumat vermək istəyirəm. Bu gördüyünüz qalanın 2 gülləsi var. Bunların hər biri bir qardaş tərəfindən dizayn edilib və tikilməyinə qərar verilib. Sadəcə sonra səs verməyə verilib ki, hansı güllə daha qəşəngdir. Və qalib olan uzun gördüyünüz güllədir. Amma bu qalibiyyətdən sonra balaca gülləni tikən qardaş böyüyü öldürüb. Amma sonda nəticədə isə ikisi xatirə qalsın deyə bu formada saxlayıblar, dəyişdirməyiblər. Təbii ki, bu bizim öyrəndiyimiz bir məlumatdır. Dəqiqliyindən çox da əmin deyilik. Hadi